Ekran görünür. Bəli, görsənir. Aha. Müəllim görmür. Görsənir. Deməli, baxın, didaktik prinsip var. Biri var didaktik prinsip, biri var pedaqoji prinsip. Baxın, testlərdə biz tez-tez qarşılaşırıq didaktik prinsip və pedaqoji prinsiplə. Didaktik prinsip nədir? Didaktik prinsip didaktika sözündən götürülmüşdür. Mənası öyrənmək, öyrətmək deməkdir, ümumi olaraq. Didaktik prinsiplərimiz hansılardır? Didaktik prinsip var, nəticə yönümlülüyü var, şəxsiyyət yönümlülüyü var, uşaq yönümlülüyü var, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, Azərbaycançılıq, bir də dünyəvilik. Bunlar bizim didaktik prinsipimizdir. Yəni, bizdən testlərdə soruşsa ki, bizim neçə didaktik prinsipimiz var? Biz onda deyəcəyik ki, bizim 9 didaktik prinsipimiz var. Deməli, neçə didaktik prinsipimiz olacaq? 9. Bizə desə ki, neçə pedaqoji prinsip var? Artıq bizdən soruşur nəyi? Pedaqoji prinsipi. Bizdən artıq pedaqoji prinsip soruşduğu üçün ümumi olaraq pedaqoji prinsip dediyi üçün bu olacaq 6. Deməli, bizim neçə didaktik prinsipimiz olacaq? 9. 9, Neçə pedaqoji prinsipimiz olacaq? 6. 6. Pedaqoji prinsiplər, baxın, bunlar Pedagoji prinsiplərdə şəxsiyyət yönümlülük, yönümlülüklə nəticə yönümlülük. diferensiallaşdırma və fərdiləşdirmə, idraki fəallıq, əyanilik, əməkdaşlıq və nəticə yönümlülük. Dedik ki, ümumi olaraq bizim 6 dənə pedaqoji prinsipimiz olur. Şəxsiyyət yönümlülük, diferensiallaşdırma və fərdiləşdirmə, idraki fəallıq, daha sonra əyanilik, əməkdaşlıq, nəticə yönümlülük. 9 dənə də bizim pedaqoji prinsipimiz var. Nəticə yönümlülük, şəxsiyyət yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, Azərbaycançılıq və dünyəvilik. Aydındır? Deməli, baxın, şəxsiyyət yönümlülük və nəticə yönümlülük. Bunlar həm didaktik prinsipdir, həm də pedaqoji prinsipdir. Deməli, bizdən soruşsa ki, həm didaktik prinsipdir, həm də pedaqoji prinsipdir, biz nə deyəcəyik? Deyəcəyik cavabımız nədir? Şəxsiyyət yönümlülük, bir də nəticə yönümlülük. Şəxsiyyət yönümlülük və nəticə yönümlülük. Bizdən soruşsa ki, baxın, pedaqoji prinsipdir, biz 6 dənə pedaqoji prinsip götürəcəyik. Bizdən soruşsa didaktik prinsip, onda biz 9 didaktik prinsip götürəcəyik. Məsəl üçün, bizdən də soruşsa ki, tərbiyəçi müəllim uşaqların marağına əsasən dərs keçir, bu hansı pedaqoji prinsipdir? Biz onda deyəcəyik diferensiallaşdırma. Ta gedib orada uşaq yönümlülüyü götürməyəcəyik. Niyə görə? Çünki uşaq yönümlülüyü nədir? Didaktik prinsip. Pedaqoji prinsip deyil axı. Aydındır? Deməli, var pedaqoji prinsip, var didaktik prinsip. Məktəbə qədər təhsilin məzmunu desə, bu didaktik prinsipdir, məzmun. Deməli, didaktik prinsip nə ilə bağlıdır? Məzmunla bağlı. Məktəbə qədər təhsilin məzmunu desə, bu olacaq didaktik prinsip. Neçə didaktik prinsipimiz var? 9. Tədris və tərbiyə ilə bağlı məsələlər desə, tələblər desə, onda olacaq pedaqoji prinsip. Aydındır? Deməli, neçə didaktik prinsipimiz var? 9, 9. Bəs neçə pedaqoji prinsipimiz var? 6. 6. 6. Didaktik prinsiplərimiz hansı oldu? Şəxsiyyət yönümlülük, nəticə yönümlülük, uşaq yönümlülük, sonra varislik, Azərbaycançılıq, dünyəvilik, sonra nə qaldı? İnteqrativlik. İnteqrativlik.
Bəs pedaqoji prinsip desə, Şəxsiyyət yönümlülük, nəticə yönümlülük, idarəki fəallik, əyanilik, bir də əməkdaşlıq. aydın oldu bunlar? Bəli, müəllim. Aha, yaxşı. Daha sonra indi baxın, qısa olaraq giriş eləyək. Dedik ki, bizim ümumi olaraq 9 didaktik prinsipimiz var. Birincisi, baxın, uşaq yönümlüdür. Uşaq yönümlülük deyəndə biz baxın nəyi başa düşürük? Uşaq yönümlülük deyəndə açar sözlər, əyani vəsaitlə dərs keçmək, illüstrasiya ilə dərs keçmək, uşağın marağı, oyunlar, potensialı nəzərə almaq, potensialı inkişaf elətdirmək, potensiala uyğun tapşırıqlar vermək, yaşları nəzərə almaq, diaqnostik qiymətləndirmə aparmaq, yaradıcı tapşırıqlar vermək, müxtəlifliyi nəzərə almaq, daha sonra iş usulu iş formasını nəzərə almaq və uşaqlara sərbəstlik vermək, seçim vermək. Bu uşaq yönümlülük prinsipidir. Deməli, əyani vəsaitlə dərs keçmək, illüstrasiya ilə dərs keçmək, maraqlar, oyunlar, potensialı nəzərə almaq, potensialı inkişaf elətdirmək, potensiala uyğun tapşırıq vermək, yaşları nəzərə almaq, diaqnostik qiymətləndirmə aparmaq. Baxın, diaqnostik qiymətləndirmə aparmaq. Bu açar söz uşaq yönümlülükdədir. İndi burada inkişaf yönümlülüyə baxın. Bir dəqiqə, ekran getdi. Baxın, inkişaf yönümlüyə aid olanlar isə formativ, summativ qiymətləndirmə, qiymətləndirmə aparmaq, nailiyyətin təhlilidir. Deməli, bunları fərqləndirmək üçün əgər diaqnostik qiymətləndirmə varsa, tərbiyəçi müəllim dərsin əvvəlində diaqnostik qiymətləndirmə aparırsa, bu olacaq uşaq yönümlülük prinsipi. Baxın, tərbiyəçi müəllim əgər ümumi qiymətləndirmə aparırsa, formativ, summativ, ümumi qiymətləndirmə, bu olacaq hansı prinsip? İnkişaf yönümlülük. İnkişaf yönümlülük, bəli. Aydındır. Daha sonra baxın, daha sonra var şəxsiyyət yönümlülük prinsipi. Şəxsiyyət yönümlülük prinsipi deyəndə ağlımıza gəlir bacarıq. Uşağın bacarığı. Uşaqda 3 bacarıq varsa, idrak, ünsiyyət, psixomotor. Bu olur şəxsiyyət yönümlülük prinsipi. Deməli, uşaqda əgər biz bacarıq görürüksə, idrak, ünsiyyət, psixomotor hansı prinsip olacaq? Şəxsiyyət yönümlülük müəllim. Bəli, Təranə müəllimə, şəxsiyyət yönümlülük prinsipi. İdrak, ünsiyyət, psixomotor bacarıq görürüksə, bu olacaq şəxsiyyət yönümlülük prinsipi. Yəni, qısacası, baxın, uşaq dərk eləyirsə, uşaq anlayırsa, uşaq başa düşürsə, uşaq qavrayırsa, deməli, uşaqda hansı bacarıq var? İdrak bacarığı. Deməli, bu şəxsiyyət yönümlülükdür. Və yaxud da ünsiyyət bacarığı. Məsəl üçün, bura aiddir. İzah etmək, şərh etmək, fikir söyləmək, ifadələr, nitq, ünsiyyət qurmaq, kommunikativlik, sosiallıq, əməkdaşlıq, özünü ifadə etmək, şəxsarası münasibət, dialoji nitq, fikir çatdırmaq. Deməli, şu uşaq əməkdaşlıq qurursa, bu hansı bacarıqdır? Ünsiyyət bacarığı. Ünsiyyət bacarığı olduğu üçün hansı prinsipdir? Şəxsiyyət yönümlülük prinsipi. Daha sonra psixomotor bacarıq. Baxın, qaçmaq, tullanmaq,
kinestetik hərəkətlər, rollu oyunlar canlandırmaq, təqlid, imitasiya, alətlərdə ifa. Açar söz bulardır. Alətdə ifa, psixomotor bacarıq, şəxsiyyət yönümlülük. Məsəl üçün, deyir ki, uşaq pianoda yaxşı ifa etdi. Deməli, burada uşaq nə etdi? Açar sözümüz nə idi? Psixomotor bacarıqları inkişaf edibdir. Ona görə şəxsiyyət yönümlülükdür. Açar söz. İfa etmək. Alətlərdə ifa. Alətlərdə ifa olduğu üçün, bu psixomotor bacarıq olduğu üçün bu nə olacaq? Şəxsiyyət yönümlülük prinsipi. Sonra deyir ki, uşaq bağçaya gələndə anasının evdə dediklərini yamsıladı. Açar sözümüz nədir? Yamsılamaq, imitasiya. İmitasiya olduğu üçün nə olacaq? Psixomotor bacarıq. Psixomotor bacarıq, şəxsiyyət yönümlülük. Aydındır? Bəli, müəllim. Geniş şəkildə izahlar verəcək. Keçək baxın. Üçüncü. Dünyəvilik prinsipi. Dünyəvilik prinsipi deyəndə də qısa olaraq, baxın, ağlımıza gəlir din məsələləri. Biz işimizə dini qarışdırmırıq. Özümüz düz ibadətlə məşğul olsuq belə, yəni ibadət eləsək belə, biz ibadətimizi öz işimizə qarışdırmırıq. Çünki din dövlətdən ayrıdır və dini təbliğə yol verməmək burada əsas. Aydındır? Yəni biz heç kimin dininə qarışa bilmərik, hərə gedib özü istədiyi dini, belə deyək, ibadətlə məşğul ola bilər. Biz heç kimin dininə qarışıb təbliğ eləyə bilmərik ki, filan dini ki, gəl bu dinə. Yəni hərənin özünün fikri var. Və Azərbaycan da dünyəvi dövlətdir, dini dövlət deyil ki, dini təbliğ edərsən. Ona görə də dini təbliğə yol verməmək və din dövlətdən ayrıdır. Məsələn, bu o deməkdir ki, biz izahlarımızda tutaq ki, təbiət hadisəsi. Baxın, təbiət hadisəsini elmi izahlarla veririk, dini izahlarla yox. Əgər biz təbiət hadisəsini dini izahlarla verirsək, onda dünyəvilik prinsipini pozmuş olarıq. Və yaxud da digər məsələlər var ki, burada bu da dünyəvilik prinsipinə aid olunur. Aydındır? Deməli, dünyəviliyin açar sözləri hansı oldu? Dini təbliğə yol verməmək. Bəli. Yaxşı, bir dəqiqə gözləyin. Yaxşı, davam eləyək. Səsim gəlir. Bəli, müəllim, gəlir səsin. Aha. Deməli, baxın, dördüncü prinsipimiz inkişaf yönümlülüyü prinsipidir. Burada aiddir formativ qiymətləndirmə, summativ qiymətləndirmə aparmaq. Formativ, summativ deyəndə, baxın, inkişafın izlənilməsidir. Əgər tərbiyəçi müəllim uşaqlarla inkişafın izlənilməsi aparırsa bağçada, cədvəllər şəklində olur da, bilirik ki, meyarlar olur, cədvəllər şəklində olur, tərbiyəçi inkişafın izlənilməsini aparır. Əgər tərbiyəçi müəllim bağçada inkişafın izlənilməsini aparırsa, bu olacaq inkişaf yönümlülüyü prinsipi. Və yaxud da summativ qiymətləndirmə aparırsa, bu olacaq inkişaf yönümlülüyü prinsipi. Və yaxud da ümumi qiymətləndirmə, məsəl üçün, dərsin sonunda tərbiyəçi müəllim uşaqları rəğbətləndirdi, qiymətləndirdi. Bizə deyə hansı prinsipdir? Biz onda deyəcəyik inkişaf yönümlülük. Amma dərsin əvvəlində və yaxud da dərsin sonunda ümumi olaraq uşaq yeni gələndə diaqnostik qiymətləndirmə aparırsa, baxın, müəllim uşağın maraq və bacarıqlarını müəyyən etmək üçün diaqnostik qiymətləndirmə aparırsa, diaqnostik. Bu hansı prinsip olacaq? Uşaq yönümlülük. Bəli, deməli, diaqnostik qiymətləndirmə gördüksə, uşaq yönümlülükdür. Formativ qiymətləndirmə, summativ qiymətləndirmə, ümumi qiymətləndirmə aparmaq, nailiyyətin təhlili, idraki inkişaf, bu olacaq inkişaf yönümlülüyü prinsipi. Aydın oldu? Bəli, müəllim. Daha sonra 5-ci prinsipimiz, baxın, nəticə yönümlülüyü prinsipidir. Nəticə yönümlülüyü prinsipi də açar sözümüz əvvəlcədən dərsin planını qurmaq
əvvəlcədən məqsədini qurmaq, əvvəlcədən icma hazırlamaq, proqram hazırlamaq, əvvəlcədən dərsi müəyyənləşdirmək, yaz səviyyəsinin sonunda nəticə əldə etmək, produktiv olmaq, yəni nəticəli olmaq. Yəni burada da tərbiyəçi müəllim dərsin əvvəlində plan qurursa, məqsəd qurursa, icmanı hazırlayırsa qabaqcadan dərsə başlamazdan əvvəl, bu nəticə yönümlülük prinsipidir. Və yaxud da yaşın sonunda bizim dövlətin verdiyi ümumi təlim nəticələri var. Bu reallaşıbsa, artıq bu nəticə yönümlülük prinsipidir. Növbəti gəlir tələb yönümlülük prinsipimiz. Tələb yönümlülük prinsipində ümumi olaraq İKT-dən istifadə, yəni informasiya kommunikasiya texnologiyasına dərs keçmək, müasir standartlara dərsin cavab verməsi, dövrün tələblərini nəzərə almaq və dövrlə yaxınlaşmaq. Yəni, bugünkü dövrün tələbi kurikulumla dərs deməkdirsə, mən dərsimi kurikulumla keçirəmsə, bu tələb yönümlüydür. Eyni zamanda, planşetlə keçirəmsə, kompüterlə keçirəmsə dərsi, bu tələb yönümlüydür. Bir də burada bir şey var. Əgər baxın, uşağın marağına əsasən iş forması, iş üsulu ilə mən dərs keçirəmsə, bu uşaq yönümlüydür. Uşağın marağına əsasən iş üsulu, iş forması ilə mən dərs keçirəmsə, bu uşaq yönümlüydür. Yox, əgər dövr məndən tələb eləyirsə, mən qruplarla iş, fərdi işdən istifadə edeyim. Bu tələb yönümlüydür. Baxın, dövrün tələbinə uyğun olaraq mən iş forması, iş üsulu ilə dərs keçirəm. Bu tələb yönümlüydür. Uşağın marağına uyğun olaraq mən iş üsulu, iş forması ilə dərs keçirəm. Bu nə olacaq? Uşaq yönümlülük. Aydındır. Daha sonra gəlir Azərbaycançılıq prinsipi. Azərbaycançılıq prinsipi deyəndə də burada nə nəzərə tutulur? Fəal vətəndaş mövqeyi, dövlətçilik, bayraq, rəms, himn, gerb, Azərbaycançılıq, türkçülük. Yəni burada da uşağın fəal vətəndaş mövqeyi. Məsələn, uşaq zibili görür, yerə atmır, deyir ki, ölkəmizi tişləndirmək olmaz. Və yaxud da bayraq, rəms, himn, gerb. Uşaq himn eşidən kimi tez ayağa qalxır. Bayraq görən kimi gedir onu öpür. Artıq burada Azərbaycançılıq prinsipidir. Aydındır. Daha sonra gəlir, baxın, varislik prinsipi. Varislik də yaşlar arasında, baxın, mövzunu düzgün keçid etməkdir. Yəni, biz əgər 3 yaşa dərs keçiriksə, biz gedib 6 yaşın proqramını gətirib ora keçə bilmərik. Əgər mən 3 yaşa dərs keçirəmsə, 6 yaşın proqramını gətirib keçirəmsə, varisliyi pozuram. Yəni, varislik budur ki, yaşlar arasında düzgün keçid etmək. Məsələn, orta qrup, kiçik qrup, orta qrup, böyük qrup, məktəbazlıq qrupu. Məsəl üçün, mən əgər 3 yaşa dərs keçirəmsə, gedib məktəbazlıq qrupun proqramını gətirib keçirəmsə, varisliyi pozuram. Yəni, bu deməkdir ki, yaşdan yaşa keçdikcə proqram uşağın yaşına uyğun olur. Əgər proqramım uşağın yaşından kənar çıxırsa, mən varisliyi pozuram. Aydındır. Daha sonra gəlir 9-cu prinsipimiz inteqrativlik prinsipidir. İnteqrativlik prinsipi də ümumi olaraq belə deyək, həyatla əlaqələndirmədir, mövzuları əlaqələndirməkdir, inteqrasiya etməkdir. Bir də mövzunu keçib sinifdə rolu canlandırmaq. Bunlardır. Deməli, həyatla əlaqələndirmə varsa, mövzunu əlaqələndirmə varsa, inteqrasiya etmək varsa, mövzunu keçib sinifdə rolu canlandırmaq varsa, bu da olacaq bizim inteqrativlik prinsipimiz. Aydındır? Bəli, müəllim. Deməli, əyani vəsaitlə dərs keçmək hansı prinsipdir? Uşaq yönümlü. İdraki bacarıq hansı prinsipdir? Şəxsiyyət yönümlü. Dini təbliğə yol verməmək hansı prinsipdir? Dünyəvi. İKT, informasiya kommunikasiya texnologiyası dərs keçmək hansı Tələb prinsipdir? yönümlü. Əvvəlcədən dərsin planını qurmaq hansı prinsipdir? Nəticə yönümlü. Dövlətçilik varsa, bayraq, rəms, himn, gerb, Azərbaycançılıq. proqramla yaşın uyğunluq təşkil etməsi. Varislik. Mövzunu keçirəm, sinifdə rol canlandırıram. Məsəl üçün, İnteqrativlik.
Uşaqlara belə deyək də, ümumi olaraq meyvələr mövzusunu keçirəm. Daha sonra meyvə şəkli verirəm ki, rənglə. Bəli, inteqrasiya Bəli. olunurdu. Diaqnostik qiymətləndirmə aparıramsa. Diaqnostik uşaq yönümlüdür. Nailiyyətin təhlili, ümumi qiymətləndirmə. İnkişaf yönümlüdür. Dövrün tələbinə uyğun olaraq iş üsulundan istifadə edirəm. Tələb yönümlü. Uşağın marağına uyğun olaraq iş üsulundan istifadə edirəm. Uşaq yönümlü. Uşaq yönümlülük. Uşaq yönümlülük. Daha sonra İKT ilə dərs keçirəm. Tələb yönümlü. Dərsin sonunda mənim nəticəm var. Nəticə yönümlüdür. Uşağa sərbəstlik seçim verirəmsə. Uşaq yönümlü. Aydın oldu bunlar. Bəli. Yaxşı, mən dərsi izah edəcəm. Vaxtımız az qalıb. Zoom proqramı ola bilsin atdı. Əgər bu linklə daxil ola bilsəm, daxil olarsınız. Olmasa mən sizə yenilik göndərəcəm. Yaxşı müəllim. Yaxşı. İndi geniş şəkildə misallarla hamısını sizə izah edəcəm. Yəqin ki, anlayış yarandı beynünüzdə. Bəli, müəllim, anlayışımız yarandı. Deməli, biz dedik ki, nəticə yönümlülük prinsipi, baxın. Nəticə yönümlülük prinsipi deyəndə təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən olunmasıdır tərifi. Deməli, tərifi nə olacaq? Təhsilin dediyi məzmununun müəllim əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyənləşdirilməsi. Bəli. Deməli, təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Baxın, burada yazılıb. Tərifi budur ki, təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Baxın, burada açar sözlərimiz nədir? Açar sözlərimiz əvvəlcədən nəticə, daha sonra əvvəlcədən dərsin planını qurmaq. Baxın, görürsünüz, əvvəlcədən plan qurmaq. Əvvəlcədən məqsəd qurmaq. Sonra əvvəlcədən icmal hazırlamaq. Baxın, əvvəlcədən proqram hazırlamaq. Sonra sonda bizim nəticəmizin olması. Yəni, dərsin sonunda və yaxud da ilin sonunda bizim nəticəmizin olması. Yəni, produktivlik sözünün mənası nəticəli deməkdir. Baxın, nəticəmizin olması. Bunlar olacaq, bir də ki, əvvəlcədən biz dərsi müəyyənləşdirmək. Bunlar olacaq bizim nəticə yönümlülük prinsipimiz. Deməli, dedik ki, əvvəlcədən dərsin planını qurmaq, məqsədini qurmaq, əvvəlcədən icmal hazırlamaq, proqram hazırlamaq, dərsi müəyyənləşdirmək, yaş səviyyəsinin sonunda nəticə əldə etmək. Bu olacaq bizim hansı prinsipimiz? Nəticə yönümlü. Nəticə yönümlü prinsipimiz. Aydındır? Aha. Deməli, dedik ki, burada birinci gələcək, əvvəlcədən dərsin planını qurmaq, məqsəd, hədəf, son nəticə, yekun, proqram hazırlamaq, icmal hazırlamaq, sonra sonda bizim nəticəmiz olması. Məsələn, əvvəlcədən plan qurmaq. Tərbiyəçi müəllim
Əgər əvvəlcədən plan qurursa, bu hansı prinsip olacaq? Nəticə yönümlü prinsipi. Əvvəlcədən planın qurulması. Sonra məqsəd qurmaq. Məqsəd varsa hansı prinsipdir? Nəticə yönümlü prinsipimiz. Aydındır? Bəli, müəllim, aydındır. Deməli, əvvəlcədən dərsin planını qurmaq nədir? Baxın, Aytən müəllimə səhər qrupa gəlməzdən əvvəl plan qurur. Uşaqlar gələndə sərbəst oyun oynayacaq, saat 10:10-da riyazi təfəkkür məşğələsi olacaq, sonra gəzintiyə çıxacaq. O gün hər dəqiqəsini planlaşdırdığı üçün bağçada xaos yaranmır və gün səmərəli keçir. Deməli, Aytən müəllimə nə etdi? Əvvəlcədən nə qurdu burada? Açar sözümüz nədir? Plan qurmaq. Əvvəlcədən plan qurdusa, biz bunu hansı prinsip götürəcəyik? Nəticə yönümlülük. Nəticə yönümlü prinsipi. Aydındır? Sonra Yəni. ikinci gəlir, baxın, məqsəd qurmaq. Məqsəd qurmaq nədir? Məsəl üçün, deyir ki, Leyla müəllimə nağıl saatı üçün məqsəd qoyur. Uşaqlar nağıl dinlədikdən sonra oradakı xeyirxah və zalım personajları bir-birindən ayıra bilsinlər. Məşğələ bitəndə uşaqlar tülkü hiyləgər idi, dovşan qorxaq deyə rəy bildirir. Leyla müəllimə əvvəlcədən nə etdi? Məqsəd qoydu. Və məqsədinə çatdımı? Çatdı. Deməli, məqsədinə çatdısa hansı prinsipdir? Nəticə yönümlü. Əvvəlcədən dərsin planını qurmaq, bilirik ki, burada tərbiyəçi müəllimin plan qurmasıdır. Məsəl üçün, bir qədər əvvəl dediyimiz kimi, Aytən müəllimə səhər qrupa gəlməzdən öncə plan qurur. Uşaqlar gələndə sərbəst oyun oynayacaqlar. Saat 10:00-da riyazi təfəkkür məşğələsi olacaq. Sonra gəzintiyə çıxacaq. O gün hər dəqiqəsini planlaşdırdığı üçün bağçada nə olur? Xaos yaranmır. Və gün səmərəli keçir. Yəni, yaxşı planlaşdırma bizə nəticə yönümlü müəllim olmağı göstərir. Ona görə də planlaşdırma zamanı məhz nəticə yönümlülük əsasdır. İkinci gəlir məqsəd qurmaq. Məqsəd nədir? Tərbiyəçi müəllim hər bir məşğələdə alt standartdan məqsəd çıxarır. Məsəl üçün, uşaq öz ailə üzvlərini adlandıracaq, daha sonra rəqəmləri fərqləndirəcək. Məsəl üçün, belə bir məqsəd yazır ki, rəqəmləri fərqləndirir, ailə üzvlərini adlandırır və s. Məqsəd qurur. Və tərbiyəçi müəllimin də dərs zamanı məqsəd qurması bu nəticə yönümlü prinsipidir. Deməli, tərbiyəçi müəllim məqsədi nədir? Niyə məqsəd qurur? Qurmasın da məqsəd. Məqsədi nədir? Məqsədi ona görədir ki, belə deyək, nəticə yönümlü müəllim olsun deyə. Aydındır? Eyni zamanda əvvəlcədən icma hazırlamaq. Baxın, yəni deyir ki, tərbiyəçi müəllim əvvəlcədən icma hazırlayır. Nigar müəllimə sabah keçəcəyi mənim ailəm mövzusun rəsm məşğələsi üçün axşamdan icma hazırlayır. Müəllim oturur, axşamdan icma hazırlayır və deyir ki, orada hansı rənglərdən, hansı məşğələnin hansı mərhələsində mən necə eləyəcəm, motivasiyada mən necə eləyəcəm, tətbiq etmədə mən necə eləyəcəm, daha sonra dərk etmədə mən nələr eləyəcəm. Yəni, bunu əvvəlcədən hazırlayır, planlayır və başlayır icmalda yazır. Çünki biz bilirik ki, məşğələnin mərhələləri harada yazılır? İcmalda. Deməli, müəllim əvvəlcədən icmal hazırladısa, müəllim necə müəllimdir? Nəticəli müəllimdir. Artıq bu nəticə yönümlü prinsipinə xidmət edir. Aydındır? Daha sonra proqram hazırlamaq. Proqram da indi belə deyək də o qədər də hazırlanmır, amma əvvəllər hazırlanırdı. Yəni, bağçanın metodisti və ya tərbiyəçi müəllim tərəfindən proqram hazırlanır. Məsəl üçün, deyir ki, Sevda xanım sentyabr ayında illik proqram tərtib edir. Yəni, illik proqram kimi burada düzdür gedir, amma o plan kimi gedir də. Biz ona plan deyirik. Proqram əsasında payızda fəsillər, qışda yeni il, yazda isə Novruz
oyanışı mövzularının keçiləcəyi qabağızdan qeyd eləyir. Artıq burada söhbət nədən getdi? Əvvəlcədən bilir ki, yanvar ayında mən hansı mövzunu keçəcəm? Dekabrda mən hansı mövzunu keçəcəm? Martda hansı mövzunu keçəcəm? Deməli, müəllimin nəyi var? Necə müəllimdir? Nəticəli müəllimdir. Bu oldu hansı prinsip? Nəticə yönümlülük prinsipi. Və yaxud da əvvəlcədən baxın, dərsi müəyyənləşdirmək. Məsəl üçün, deyir ki, tərbiyəçi Elnura müəllimə bilir ki, sabah uşaqlara yol hərəkəti qaydalarını keçəcək. O qrupa gəlməmişdən əvvəl svetoforu, piyada xətti, yol xalçasını hazırlayıb gətirir bağçaya. Artıq hansı prinsip olacaq? Hansı prinsip olacaq bu? Nəticə yönümlülük. Nəticə yönümlülük. Niyə görə? Çünki əvvəlcədən hazırlayır. Bəli, çünki əvvəlcədən nə etdi? Dərsi müəyyənləşdirdi, ona uyğun avadanlıqlarını gətirdi. Daha sonra yaş səviyyəsinin sonunda nəticə əldə etmək. Məsəl üçün, deyir ki, kiçik qrupda 3 yaşlı uşaq ilin sonunda hansı sərbəst şəkildə, hansı nəticəyə gələcəyini müəyyənləşdirir. Məsəl üçün, kiçik qrupda olan 3 yaşlı uşaq, uşaqların hamısı qaşıq tutmağı, ayaqqabısının bağını bağlamağı öyrənirlər. Tərbiyəçi müəllim ilin sonunda baxıb görür ki, həqiqətən də bu uşaqlar qaşıq tuta bilir, ayaqqabısının bağını bağlaya bilir. Deməli, tərbiyəçi müəllimin dövlət standartı reallaşır, məzmun standartı reallaşır. Və yaxud da 1-2 yaşda nə var? 1-2 yaşda var, məsəl üçün, belə deyək də, sadə fiziki hərəkətlər yerinə yetirir. 2 yaşın sonunda baxıb görür ki, uşaq qaça bilir, yeriyə bilir, məsələn, topu atıb tuta bilir. Artıq tərbiyəçi müəllimin nəyi var? Nəticəsi var. Deməli, yaşın sonunda nəticə. Açar sözümüz budur. Əgər yaşın sonunda nəticə varsa, bu hansı prinsipdir? Nəticə yönümlülük prinsipi. Sonra, produktiv olmaq. Bu nədir? Bu da nəticəli olmaq deməkdir. Deyir ki, məsəl üçün, Günel müəllimə uşaqlara 2 həftə boyunca kağız qatlamağı, yəni orqami öyrədir. Biz bilirik ki, kağız qatlamaq orqami sayılır da. Bunu öyrədir. Prosesin sonunda qrupdakı hər bir uşaq sərbəst şəkildə kağızdan gəmi düzəldib suya buraxır. Və ortada real bir məhsul var, öyrənmənin nəticəsi var. Deməli, müəllim əvvəlcədən müəyyən etdi. Daha sonra nə etdi müəllim? Əvvəlcədən belə deyək, hazırlıq keçdi və sonda uşaq gördü ki, həqiqətən də belə deyək, orqamidən gəmi düzəldə bildi. Deməli, müəllimin hazırlığı öz bəhrəsini verdi. Deməli, bizim nəyimiz oldu? Nəticəmiz oldu. Nəticəli yönümlülük prinsipinin əsas sözləri nə oldu? Əvvəlcədən planlı. Əvvəlcədən dərsin planını qurmaq, Yaş səviyyəsinin sonu. məqsədini qurmaq, icmal hazırlamaq, proqram hazırlamaq, dərsi müəyyənləşdirmək, yaş səviyyəsinin sonunda nəticə əldə etmək, produktiv olmaq, nəticəli olmaq. Yəni, bütün bunların hamısını gördüksə, biz hansı prinsip götürəcəyik? Nəticə yönümlülük prinsipi. Aydın oldu? Yəqin ki, başa düşmüş oldunuz. Deməli, bir də təkrarlayaq, daha sonra keçək növbəti hissəmizə. Baxın, görürsünüz burada. Dedik ki, nəticə yönümlülüyün tərifi nə oldu? Kim deyər? Əvvəlcədən planlı, proqramlı, yaş səviyyəsinin sonu. Təhsilin məzmununun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsi. Bu əvvəlcədən baxın, plan qurmaq varsa,
əvvəlcədən məqsəd qurmaq varsa, sonra sonda nəticəmiz varsa, yekunda nəticəm varsa, sonra proqram qururamsa, icmal hazırlayıramsa, sonda mən produktivəmsə, yəni nəticəm varsa, bu olacaq bizim hansı prinsipimiz? Nəticə yönümlü. Nəticə yönümlü. Aydındır. Yəni bunu da PIMIS kimi kodlaşdıra bilərsiniz. Baxın, P deyəndə plan, proqram, I icmal, M məqsəd, S son nəticə. Aydındır. Məsəl üçün, burada fikir verin şəklə. Sevda xanım nə edir? Metodistdir. Nə edir Sevda xanım burada? Şəkildə. Görürsünüz şəkli? Proqram hazırlayır. Bəli, şəkli yaxınlaşdırdım, baxın. Deməli, Sevda xanım burada nə etdi? Gördünüz, proqram hazırladı. Deməli, hansı prinsipdir bu? Nəticə yönümlülük. Aha. Nigar müəllimə fikir verin. Nigar müəllimə hər gün dərsin əvvəlində plan hazırlayır. Deməli, necə müəllimdir? Nəticə yönümlülük. Nəticəli, yönümlülük, nəticəli. Sonra Leyla müəlliməyə fikir verin. Məqsəd qoyub, baxın, məqsəd qoyub ki, dərsin hədəfinə çatmaq. Məqsəd odur ki, uşaqlar, belə deyək də, ümumi olaraq qəhrəmanlar haqqında məlumat toplasınlar. Burada da uşaqlar məşğələdə, baxın, məqsədinə çatır. Uşaqlar deyir, tülkü hiləgərdir, dovşan qorxaqdır. Artıq burada məşğələnin sonunda dərsin hədəfinə Leyla müəllimə çatır. Artıq hansı prinsipi gözləmiş olur? Nəticə yönümlülük prinsipini. Sonra baxın, produktiv olmaq, ilin sonunda dövlət standartı, yəni məzmun standartı reallaşdırmaq. Məsəl üçün, 3 yaşlı uşaq ayaqqabısının bağını bağlamağı öyrənir, sonra gəmi düzəldir. Artıq 3 yaşın sonunda nə baş verir? Uşaq bu bacarığa yiyələnir. Dövlətin qoyduğu bacarığa yiyələnir. Əgər dövlətin qoyduğu bacarığa yiyələndisə, hansı prinsipdir? Nəticə yönümlülük. Nəticə yönümlülük. Bəli. Baxın, qızıl qayda kimi yadda saxlayın. Əgər situasiya sualında əvvəlcədən, başlamazdan əvvəl, ilin, məşğələnin sonunda məqsədə çatmaq bu kimi cümlə olarsa, ifadə olarsa, birbaşa olaraq nəticə yönümlülük prinsipidir. Heç düşünmədən. Aydındır. Plan, proqram, icmal, məqsəd, nəticə, produktiv olmaq, nəticəli olmaq, bunlar varsa, heç düşünmədən hansı prinsipdir? Nəticə yönümlülük. Nəticə yönümlülük. Aydındır. Standartın reallaşması, onu da görsəyirə birbaşa. Bəli, sonda nəticəli olmaq o deməkdir. Məzmun standartı reallaşırsa. Bayaq dediyim kimi, sadə fiziki hərəkətlər yerinə yetirir. Bizə 2 yaşa qoyulub. Əgər 2 yaşın sonunda uşaq, belə deyək, sadə fiziki hərəkətləri yerinə yetirə bilirsə, bizim standart reallaşdı. Artıq bu nəticə yönümlülükdür. Aydın oldu. Sonra, Bəli. növbəti prinsipimiz şəxsiyyət yönümlülük prinsipidir. Baxın. Şəxsiyyət yönümlülük deyəndə, burada da 2 dənə əsas məsələ yadda saxlayırıq. Bir, bacarıq olmalıdır uşaqda, bir də dəyər olmalıdır. Əgər uşaqda bacarıq və dəyər varsa, deməli bu şəxsiyyət yönümlülük prinsipidir. Açar söz kimi aiddir, baxın, bacarıq, idraki bacarıq, ünsiyyət bacarığı, psixomotor bacarıq, bir də dəyərlər, milli bəşəri dəyərlər. Əgər bunlar varsa, olacaq hansı prinsip? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük prinsipi. Aydındır. Məsələn, indi buna baxaq bir dəqiqə. Deməli, şəxsiyyət yönümlülük prinsipinə baxın. Bura aiddir. İdrak, ünsiyyət, psixomotor, milli bəşər dəyərlər. Əgər biz bacarıq gördüksə, idrak, ünsiyyət, psixomotor, milli bəşər dəyərlər,
Bunları gördüksə avtomatik hansı prinsipdir? Şəxsiyyət yönümlülük prinsipi. Deməli, dərk etmək, anlamaq, başa düşmək, qavramaq. Bu idraki bacarıqdır. İzah etmək, şərh etmək, fikri söyləmək, ifadələr, nitq, ünsiyyət qurmaq, kommunikativlik, sosiallıq, bu ünsiyyətdir. Psixomotor bacarıq, qaçmaq, tullanmaq, kinestetika, rollu oyunlar canlandırmaq, imitasiya, alətlərdə ifa, bu psixomotor bacarıqdır. Milli bəşəri dəyərlər, əxlaqi keyfiyyətlər, muzey nümunəsi, memarlıq nümunəsi, mədəni müxtəlifliyi nəzərə almaq, bu milli bəşəri dəyər şəxsiyyət yönümlüydür. Burada bir məqamı deyim, baxın, diqqətlə yadda saxlayın. Azərbaycançılıq prinsipində də dəyərlərimiz var. Orada vətənpərvərlik ilə bağlı məsələlərdir. Əgər bizdə vətənpərvərlik ilə bağlı məsələlər olarsa, bu Azərbaycançılıqdır. Amma yox, ümumi dəyərlər, muzeyin tarixi barədə bir şey olarsa, məsəl üçün, burada şəxsiyyət yönümlüydür. Yəni, baxın, əxlaqla bağlı, tarixlə bağlı, sonra uşaqların hüquqları ilə bağlı məsələlər olarsa, bu şəxsiyyət yönümlüydür. Amma vətənpərvərliyi ilə bağlı bu Azərbaycançılıqdır. Aydındır? Məsəl üçün, tərbiyəçi müəllim Qız qalasının tarixindən uşağa danışırsa, bu şəxsiyyət yönümlüydür. Amma tərbiyəçi müəllim məsələn Şuşa qalası haqqında danışır və Şuşa qalasının müdafiəsində nə qədər şəhidlərimiz var, bunlar haqqında danışırsa, bu Azərbaycançılıqdır. Yəni, vətənpərvərliyi aşılayırsa, bu Azərbaycançılıqdır. Baxın, əgər yox, dəyərlərimizi aşılayırsa, bizim milli bəşəri dəyərlərimizi, Novruz Azadlığı və s. Yəni, dəyər kimi, baxın, dəyər söhbəti var. Məsələn, uşaq yalan danışmır. Bu artıq bizim dəyərlərimizdir. Bu, şəxsiyyət yönümlülük prinsipidir. Amma vətənpərvərlik varsa, bu Azərbaycançılıq prinsipidir. Aydın oldu? Deməli, əgər baxın, idraki bacarıq varsa, uşağın dərk etməsi, anlaması, başa düşməsi, qavraması, bu şəxsiyyət yönümlülük prinsipidir. Məsəl üçün, deyir ki, Nərmin müəllimə masanın üzərinə müxtəlif həndəsə fiqurlar qoyur və uşaqlara deyir, uşaqlar, dörbucaqlı olan oyuncaqları bir qutuya, yumru olanları isə bir qutuya yığın. Uşaqlar formaları vizual olaraq qavrayıb, fərqləndirir və düzgün qruplaşdırır. Artıq burada uşaq nə etdi? Dərk etdi. Deməli, uşaq dərk etdisə, bu hansı bacarıqdır? İdrak. İdrak varsa, hansı prinsipdir? Şəxsiyyət yönümlülük. Aydındır? Deməli, əgər biz idraki bacarıq gördüksə, bu olacaq şəxsiyyət yönümlülük. Və yaxud da ünsiyyət bacarığı. Məsəl üçün, deyir ki, Təranə müəllimə uşaqları cütlərə ayırır və onlara böyük bir taxmaca puzzle verir. Uşaqlar puzzle yığaraq bir-birini müzakirə edir. Bir-biri ilə müzakirə edir, əməkdaşlıq qurur. Əməkdaşlıq varsa, müzakirə varsa, hansı bacarıqdır? Ünsiyyət. Ünsiyyət bacarığı olduğu üçün hansı prinsipdir? Şəxsiyyət yönümlülük. Aydın oldu? Başa düşürsünüz, yoxsa necə? Bəli. Yəni, çalışıram ki, belə deyək də, işdən danışırım. Ola bilər, biraz yüksək danışıram, yüksək tondan danışıram. Amma çalışıram ki, başa düşün. Aydındır. Daha sonra baxın, psixomotor bacarıq. Psixomotor bacarıq qaçmaq, tullanmaq, kinestetik hərəkətlər, rol oyunlar canlandırmaq, təqlid, imitasiya, alətlərlə ifa, baxın bunlardır. Məsələn, bayaq dediyimiz kimi, uşaq pianoda yaxşı ifa edirsə, təbii ki, bu psixomotor bacarıqdır. Rol oyunlar canlandırma varsa, psixomotor bacarıqdır. Təqlid varsa, imitasiya varsa, psixomotor bacarıqdır. Artıq burada olacaq şəxsiyyət yönümlülük prinsipi. Məsələn, idman məşğələsində uşaqlar musiqinin sədaları altında dovşan kimi tullanır, ayı kimi yeriyir. Burada imitasiya, ayını dovşanı imitasiya etdi. Bu psixomotor bacarıqdır, bu şəxsiyyət yönümlülükdür. Bir də, burada həm də inteqrasiya ola bilər, müəllimlər.
Baxın, musiqinin sədəri altında tullanırsa uşaq, həm də burada inteqrasiya var, inteqrativlik də var paralel olaraq. Biz bunu cümləyə əsasən təyin edəcəyik. Bunların hər ikisi bir yerdə verilə bilməz testdə. Ayrı verilməlidir. Ya şəxsiyyət yönümlülüyü verilməlidir, ya inteqrativlik verilməlidir. Hər ikisi də bir yerdə verilsə, onda biz mənasına baxacağıq. Amma mənada bizə desə ki, psixomotor bacarıq üçün müəllim bu addımı atır, onda şəxsiyyət yönümlülüydür. Yox, ümumi verilsə əlaqələndirmə kimi, onda inteqrasiyadır. Buna fikir verin. Aydındır. Uşaq yaxşı qaçırsa, deməli bu psixomotor bacarıqdır. Bu hansı prinsipdir? Şəxsiyyət yönümlülüyü prinsipi. Bir də burada bir şey var. Baxın, uşaq yönümlülükdə də var alətlərdə ifa. Bu necədir? Deyim. Əgər uşağın marağına uyğun olaraq, məsələn, uşağın marağına uyğun olaraq pianoda ifa edirsə, uşaq seçim eləyir və pianoda ifa edir. Bu, uşaq yönümlülüyü prinsipidir. Və yaxud da baxın, tərbiyəçi müəllim görür ki, bu uşağın istidadı var, potensialı var və bunu nəzərə alaraq onu tədbir zamanı məhz rəqs qrupuna yazırsa və yaxud da musiqi qrupuna yazırsa ki, orada ancaq bu xor oxusun, bu uşaq yönümlüydür. Çünki burada onun potensialını nəzərə aldı. Amma ümumi olaraq bizə desə ki, baxın, uşaq yaxşı alətlərdə ifa etdi. Bu şəxsiyyət yönümlüydür. Amma bizə desə ki, uşaq alətlərlə yaxşı ifa etdiyi üçün müəllim onun potensialını nəzərə alıb, onu tədbirdə, məsəl üçün, musiqi qrupuna yazdı. Bu hansı prinsipdir? Hansı prinsipdir? Uşaq yönümlülük. Niyə görə? Çünki burada potensialı nəzərə alıb. Amma digəri niyə görə psixomotor bacarığı edir? Çünki burada uşağın hərəkəti var, yaxşı. Aydındır. Daha sonra milli bəşəri dəyərlər. Milli bəşəri dəyərlər də baxın. Qrupda oyun fəaliyyəti zamanı Nizat oyuncaq maşınla oynayır. Ömər gəlib maşını onun əlindən zorla almaq istəyir. Bu zaman müəllim müdaxilə edərək deyir, Ömər, indi Nizatın bu oyuncaqlarla oynamaq hüququ var. Biz başqalarının seçiminə və haqqına hörmət etməliyik. Nizat oyunu bitirsin, sonra sən oynayarsan. Ömər növbəsini burada artıq gözlədi. Deməli, burada milli bəşəri dəyərdən söhbət getdi. Yəni, tərbiyəçi müəllim dəyərlərimizi aşladı. Və yaxud da uşaqlar yalan danışır, müəllim deyir, uşaqlar, yalan danışmaq olmaz, yalan danışmaq yaxşı iş deyil. Artıq burada milli bəşəri dəyərdir. Bu şəxsiyyət yönümlülüyü prinsipidir. Aydın oldu? Yaxşı, şəxsiyyət yönümlülüyü deyəndə asar sözləri hansılar oldu? İdrak, ünsiyyət, psixomotor bacarıqlar, milli bəşər dəyərlər. Aha. İdraki bacarığımız hansıdır? Dərk etmək, anlamaq, başa düşmək, qavramaq, izah etmək, ünsiyyət izah etmək. Yəni, psixomotor bacarıqlar kiçik, böyük motor bacarıqlardır, fiziki hərəkətlərdir. Aha, bəs milli bəşəri dəyərlər deyəndə nə başa düşürük? Əxlaqi keyfiyyətlər. Məsələn, Qız qalasının tarixi haqqında müəllim danışırsa, hansı prinsip götürəcək? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük. Amma Qız qalası ha bax alınıbdı, necə olubdu, onu da Bəli. götürürük. Azərbaycan. Yəni ki, ümumi olaraq, baxın, vətənpərvərlik haqqında danışılırsa, başlanırsa, onda bəli, olacaq bu Azərbaycançılıq. Aydındır? Müəllim tutaq ki, uşaqlar Qız qalasına ekskursiya aparır. Bu da Azərbaycançılıq olur da. Yox, burada söhbət şəxsiyyət yönümlülüyü prinsipidir. Azərbaycançılıq necə ola bilər? Qız qalasını aparıb, Qız qalasının belə deyək də fonunda vətənpərvərliyi aşılayırsa, bu ola bilər. Amma ümumi danışırsa, burada şəxsiyyət yönümlülüydür. Bəzən testlərdə ya şəxsiyyət yönümlülüyü düşür, ya Azərbaycançılıq düşür. Amma hər ikisi də düşsə, onda biz mənasına baxaraq ayırd eləyərik. Aydındır?
Müəllim, yəni ki, uşaqları Qız Qalasına ekskursiya apardıq. Bu şəxsiyyət yönümlü gedir. Bəli. Əgər o cümlədə deyirik ki, uşaqları Qız Qalasına apardıq və Qız Qalası nə üçün burada yaranıb, niyə yaranıb, onun Haqqında haqqında məlumat mövzu verdiksə bu veririksə, Azərbaycan. onda olur Azərbaycançılıq. Bəli, səbəbləri deyirsə, vətənpərvərlik aşılayırıqsa, bəli. Amma heç vaxtı əsasən ikisi bir yerdə düşmür. Mən fikir vermişəm çox Bəli, vaxt. ikisi bir yerdə düşmür, amma ikisi bir yerdə olarsa, yəni biz bu ümumi olaraq bunun mənalarına baxırıq da. Vətənpərvərlik ilə bağlıdırsa Azərbaycançılıq. Yox, uşağın şəxsiyyəti, dəyərlərimizi aşılayırsa, yəni Azərbaycanın dəyərləri, bu onda şəxsiyyət yönümlülük. Milli kimliyin dərkidir. Səriştəmizdir. Səriştədir. Bəli. Deməli, dedik ki, uşaqlarda baxın, zəruri həyat bacarıqların və dəyərlərin formalaşdırılması varsa, bu avtomatik olacaq şəxsiyyət yönümlülük prinsipi. Açar sözlərimiz nə oldu burada? İdrak, ünsiyyət, psixomotor bacarıqlar. Aha, yəni Bunlar şəxsiyyət zəruri yönümlülük. həyatı Baxın, bacarıqlar. deməli, dəyər varsa, milli bəşəri dəyər varsa, ünsiyyət varsa, psixomotor varsa, idrak varsa, bu olacaq artıq bizim nəyimiz? Bəli, şəxsiyyət yönümlülük prinsipimiz. Məsələn, baxın, Nərmin müəllimə düzbucaq və yumru oyuncaqları fərqləndirir, qruplaşdırır. Uşağa verib Nərmin müəllimə. Uşaq da bunu düzbucaqlı və yumru oyuncaqları fərqləndirib, qruplaşdırır. Artıq burada idrak bacarıqdır. Baxın, birinci şəkildə. Sonra ikinci şəkilə baxırsınız, görəsiniz, ünsiyyət nümunəsi yazılıb. Təranə müəllimə puzzle müzakirə edir. Uşaqla bir yerdə əməkdaşlıq edir uşaqlar. Burada artıq nə etdi? Əməkdaşlıq, şərh etdi puzzle. Burada ünsiyyətdir. Sonra psixomotor bacarıq. Məsələn, dovşan kimi tullanır, plastindən fiqur düzəltmək. Sonra milli bəşəri dəyərlər uşağın növbə gözləməsi, başqasının haqqına hörmət etməsi və s. burada da. Yəni burada da açar sözlər və kateqoriyalar yerinə baxsınız, görəsiniz, idrak, dərk etmək, anlamaq, başa düşmək, qavramaq, təhlil etmək, tapmacanın cavabını tapmaq, səbəb-nəticə əlaqəsini qurmaq, məntiqi düşünmək, fərqləndirmək. Yəni bunlar varsa, ağılla bağlıdırsa, baxın, ağıl, beyinlə, düşünməklə. Bu artıqdır idrak bacarığı, yəni şəxsiyyət yönümlülük prinsipi. Ünsiyyətlə bağlıdırsa, dillə izah etmək, şərh etmək, fikir söyləmək, ifadələr, ünsiyyət qurmaq, kommunikativlik, sosiallıq, əməkdaşlıq, özünü ifadə etmək, şəxslərarası münasibət, dialoji nitq, fikir çatdırmaq, yoldaşı ilə nəyisə bölüşmək, komanda işi, bu artıq ünsiyyətdir. Psixomotor isə bədənlə bağlıdır. Baxın, qaçmaq, tullanmaq, kinestetik hərəkətlər, rol oyunlar və s. Milli bəşəri dəyərlər, əxlaqi keyfiyyət, muzey nümunəsi, memarlıq nümunəsi, mədəni müxtəlifliyə hörmət etmək, hüquqlara hörmət etmək, böyüklərə hüquqlarına hörmət etmək, böyüklərə hörmət etmək, oyuncağı paylaşmaq və s. Burada düzdür, bayraq, himn yazılıb, onlar düzgün deyil, səhv yazılıb burada. Novruz adətləri, bu bizim dəyərlərimizlə bağlıdır. Aydındır? Yaxşı, davam edək. Deməli, bu da milli bəşəri dəyərlərdir də. Bəli, milli bəşəri dəyərlərimiz, bəli. Bayraq himn olanda bu Azərbaycançılıq olur. Bəli, bayraq, himn Azərbaycançılıqdır. Burada səhv düşüb. Bayraqdır, himndir. Novruz adətlərdə adətən Azərbaycançılıq kimi gedir. Burada səhv düşüb yəqin. Daha sonra deməli, növbəti prinsipimiz uşaq yönümlülük prinsipidir. Uşaq yönümlülük prinsipi də uşağın maraqlarının nəzərə alınmasıdır, oyunlarla dərk keçməkdir, potensialını inkişaf elətdirməkdir, illüstrasiya ilə dərk keçməkdir. Yəni, bütün bunların hamısı uşaq yönümlülük prinsipinə aid olur.
Burada da baxın, uşaq yönümlülük prinsipinə aiddir. Əyani vəsaitlə dərk etmək, illüstrasiya ilə dərk etmək, maraqlar, oyunlar, potensialı nəzərə almaq, potensialı inkişaf elətdirmək, potensiala uyğun tapşırıqlar vermək, yaşını nəzərə almaq, diaqnostik qiymətləndirmə aparmaq, yaradıcı tapşırıqlar vermək, müxtəlifliyi nəzərə almaq, iş üsulu iş formasını nəzərə almaq, uşaqlara sərbəstlik vermək, seçim vermək. Baxın, açar sözümüz nədir? Maraqlar, oyunlar. Uşağın marağını nəzərə alırsa, oyunlarla dərs keçirirsə, uşağın istədiyi nəzərə alırsaq, sevdiyi fəaliyyətə gedib iş görürsə, əylənərək öyrənirsə, bu hansı prinsipdir? Uşaq yönümlülüyü prinsipi. Sonra potensialı nəzərə almaq, inkişaf elətdirmək, potensiala uyğun tapşırıqlar vermək varsa, bu olacaq artıq uşaq yönümlülüyü prinsipi. Sonra yaşları nəzərə almaq, məsələn, yaş xüsusiyyətləri, yaşa uyğun, ümumi olaraq yaşını nəzərə almaq, diaqnostik qiymətləndirmə aparmaq. Məsəl üçün, burada da diaqnostik qiymətləndirmə ilk gün aparılır. Əgər ilk gün sözü varsa, ilin əvvəlində qiymətləndirmə varsa, ilk gün qiymətləndirmə varsa, burada söhbət diaqnostikdən gedir. Ona görə də və yaxud da ilkin potensialını müəyyənləşdirmək üçün qiymətləndirmə aparır. Belə sözlər varsa, bu uşaq yönümlülükdür. Aydındır? Deməli, diaqnostik qiymətləndirmə varsa uşaq yönümlülükdür. Formativ qiymətləndirmə, summativ qiymətləndirmə, nailiyyətin təhlili varsa, bu hansı prinsip idi? İnkişaf yönümlülük. İnkişaf yönümlülük. İnkişaf yönümlülük. Aydındır? Daha sonra, yaradıcı tapşırıqlar vermək varsa, məsələn, standartdan kənar, uşağın sərbəst düşünməsini, xəyalı gücü ilə bağlı tapşırıq verirsə, uşaq fantaziyasını ortaya qoyursa, bu artıq uşaq yönümlülük prinsipidir. Və yaxud da müxtəlifliyi nəzərə almaq, iş üsulu iş formasını nəzərə almaq, fərqli xarakterləri nəzərə almaq, qruplarla iş, fərdi iş, bunlardan istifadə etmək, bayaq dediyim kimi, təbii ki, uşağın marağına uyğun olaraq, xarakterinə uyğun olaraq istifadə etmək. Amma dövrün tələbinə uyğun istifadə etmək bu tələb yönümlüydür. Və yaxud da seçim vermək. Sərbəst seçim verirsən uşağa, alternativlər təklif eləyir uşağa, uşağın özü qərar verir nəyəsə, bu artıq uşaq yönümlülük prinsipidir. Deməli, əyani vəsaitlə dərk etmək deyəndə biz nəyi başa düşürük? Baxın, yəni bizim ümumi olaraq vəsaitlərimiz, şəkillər, illüstrasiyalar, sxemlər, qrafiklər, bununla dərk etmək. Əyani vəsaitlə, illüstrasiyalar dərk keçirirsə, bu aiddir hansı prinsipə? Uşaq yönümlülük. Məsəl üçün, deyir ki, Samirə müəllimə uşaqlara meyvələr mövzusunda dərs keçərkən sadəcə danışaraq keçmir, o masanın üzərinə real alma, armud, banan qoyur və divara rəngli meyvə şəkilləri vurub uşaqlara göstərir. Artıq burada deyir, hansı prinsip gözləyir? Cavabımız nə olacaq? Əyani vəsaitdən istifadə etdiyi üçün uşaq yönümlülük prinsipi. Aydındır? Deməli, əyani vəsaitlə dərk etmək hansı prinsip oldu? Uşaq yönümlülük. Daha sonra illüstrasiya ilə dərk etmək. Məsələn, illüstrasiya deyəndə nə başa düşürük? Əyani şəkillər. Qrafik, cədvəl, diaqram, Bəli. şəkillər, aydındır. Sonra uşağın marağına uyğun olaraq dərk keçir. Məsəl üçün, uşağın marağı maşınlaradır. Müəllim rənglər mövzusunu keçərkən müxtəlif rəngli maşınlar gətirir və onun üzərində izah elədi. Artıq burada nə etdi? Uşağın marağına əsasən dərs keçdi. Bu hansı prinsip olacaq? Uşaq yönümlülük. Deməli, maraq gördüysə hansı prinsipdir? Uşaq yönümlülük. Uşaq yönümlülük. Əyani vəsaitlə dərk keçmək gördüysə, illüstrasiya ilə dərk keçmək gördüysə, hansı prinsipdir? Uşaq yönümlülük. Uşaq yönümlülük. Birazdan yenə vaxtımız bitəcək. Qoşula bilsəm qoşulacam, olmasa ola bilsin qrupa yazacam yenə də bu ilə bağlı. Vaxtımız nəsə tez gedir, elə bir. Maraqlıdır ona görə. Çox sağ olun. Daha sonra, baxın, uşaqların rəsm çəkmədən yorulduğunu görən tərbiyəçi dərhal mövzunu dəyişib, gizlənpaç, ayı gəldi, hərəkətli oyunu başladır. Dərsi uşaqların o anki marağına uyğunlaşdırır. Artıq hansı prinsip olacaq?
uşaq önümlülüyü prinsipi. Sonra uşağın potensialını nəzərə almaq varsa, uşağa uyğun tapşırığı verir. Məsələn, qrupda Səidənin rəsm çəkməyə çox böyük istidadı var. Baxın, müəllim hamıya sadə rəngləmə vərəqi verdiyi halda Səidəyə öz xəyal dünyasının olan bir mənzərə vərəqi verir. Boş mənzərə vərəqi verir və Səidə başlayır orada şəkil çəkir. Artıq nə etdi? Uşağın potensialını nəzərə aldı. Baxın, gördü ki, Səidə yaxşı rəsm çəkir. Uşaqlara, belə deyək, sadə bir təsviri sənət verir, amma buna mənzərə şəkli verir ki, orada sərbəst formada çəksin. Və yaxud da uşaq görür ki, digər uşaqlar məsələn rəqs etməyə o qədər də meyilli deyil. Rəqsləri izah edərkən onlara belə deyək də, sadə rəqslər izah eləyir. Amma digər uşağa ciddi rəqslər izah eləyir. Aha, deməli, dedik potensialı nəzərə almaq. Burada qalmışdıq. Yəni, ümumi olaraq, məsəl üçün dedik, qrupda Səidənin rəsm çəkməyə çox böyük istidadı var. Müəllim hamıya sadə rəngləmə vərəqi versə də, Səidəyə xəyal dünyasındakı mənzərəni boş vərəqə sərbəst çəkməyi tapşırır. Artıq burada uşağın potensialını nəzərə alır. Bu olur uşaq önümlülük prinsipi. Və yaxud da yaşları nəzərə almaq. Yaşları nəzərə almaq deyəndə, baxın, tərbiyəçi müəllim baxıb görür ki, bu uşağın 3 yaşı var və 3 yaş uşağa içində 50 hissə olan mürəkkəb puzzle yox, cəmi 4-5 hissədən ibarət böyük kubiklər verir. Çünki bilir ki, kiçik yaş uşağın barmaqları mürəkkəb konstruksiyaya hazır deyil. Yəni, uşağın yaşı balacadır, uşaq bunu edə bilməz. Və yaxud da uşağa rəngləri fərqləndirmək yox, 3 yaşı varsa buna rəngləri fərqləndirmək yox, rəngləri adlandırmaqla bağlı tapşırıq verir. Bilir ki, uşaq belə deyək də, rəngləri fərqləndirə bilməyəcək. Deməli, yaşın nəzərə alaraq uşağa tapşırıq verir. Bu olur hansı prinsip? Uşaq önümlülük. Deməli, uşağın yaşını nəzərə alırsa, bu uşaq önümlülük prinsipidir. Daha sonra diaqnostik qiymətləndirmə aparmaq. Yəni, sentyabr ayının ilk həftəsində Lalə müəllimə qrupa yeni gələn uşaqları növbə ilə yanına çağırıb, səmimi söhbət edir, onların rəngləri, heyvanları göstərib, nə dərəcədə tanıdıqlarını yoxlayır. Artıq burada nə etdi? Diaqnostik qiymətləndirmə apardı. Deməli, müəllim qrupun əvvəlində, tədris ilinin əvvəlində və yaxud da tədris ilinin ortasında qrupa yeni gələn uşaq olarsa, bu zaman diaqnostik qiymətləndirmə apararsa, bu uşaq önümlülük prinsipidir. Çünki uşağın meyli və marağını nəzərə alır burada. Ona görə. Deməli, diaqnostik qiymətləndirmə varsa, hansı prinsipdir? Uşaq yönümlü. Uşaq Yönümlülük. Aydındır. Mən elə gəlir ki, diqqətlə qulaq asırdım, ara kəsildi. Nəticə yönümlülükdə də elə bir diaqnostik qiymətləndirmə dediniz müəllim. Yox, nəticə yönümlülüyə deməmişəm. Yox. İnkişaf yönümlülüyə demişəm. Amma inkişaf yönümlülükdə baxın, formativ qiymətləndirmə, summativ qiymətləndirmə, bir də ümumi qiymətləndirmə. Məsələn, dərsin sonunda müəllim uşağı qiymətləndirirsə və yaxud da yekun hesabat aparırsa, inkişafın izlənilməsi aparırsa, nailiyyətini təhlil edirsə, bu inkişaf yönümlüydür. Yox, yalnız diaqnostik qiymətləndirmə, yəni diaqnostika məqsədi ilə aparırsa qiymətləndirməni, bu uşaq yönümlüydür. Aydındır? Oldu, çox sağ olun, əziyyət verdim. Xoşdur, buyurun. Kimin nə sualı olsa verə bilər, problem yoxdur. Bir də əlavə bir sual verim, xahiş edin. Smart təlimi də salarsınız da təlimin içinə. Çətinlik çəkirəm mən onda. İnşallah Belə onunla geniş- bağlı nə zamansa belə deyək, izah verərik, amma məktəbə qədər təhsilə o aid deyil deyə, o qədər də. Yəni biz onun üzərindən o qədər də ciddi düşmürük. Aydındır? Oldu. Deyirəm imtahanda düşər, çətinlik çəkərik ona Yox, görə. Smart məktəbə qədər təhsil proqramı baxın kurikulumda. Açın kurikulumu, baxın görün. Smart söz orada var. Yəni o ilə bağlı məsələlər orada var, yox. Onu hardan götürüblər? Kurikulum, Time-in kurikulum kitabı var. Məktəb kurikulumu. Təlimçilər götürüb məktəb kurikulum kitabından başlayıb salıblar. Yəni
Aydındır. Təlimçilər çaşdırır. Bir-iki Bəli. təlimçilərə qulaq asmışıq, smart Bu təlimdən yaxınlarda danışdı. Ona görə. taksonomiya mövzusunu təlimçilər keçir. Məsələn, məktəbə qədərə. Məktəbə qədərdə taksonomiya yoxdur axı. Yəni konkret məktəbə qədərin özünün çərçivə sənədi var. Çərçivə sənədində nə yazılıb? O olmalıdır. Onu sən dərs deməlisən. Məktəbə aid taksonomiya mövzusunu gətirib orada çalır. Deyir. Baya düşdün. Yəni təlimçinin keçdiyi o bir şeydir. Smart texnologiyası. Smart texnologiyası bizim çərçivə sənədimiz var. MİQ-də də, diaqnostikada. Orada smart texnologiyasına bağlı bir şey var idi? Yox. Ha, çox sağ olun müəllim. Vaxtınızı aldım, ancaq mən yenə də İzah açıqlama eləyərəm. İnşallah vermək izah eləyərəm. Yəni izah eləyərəm bir gün vaxt verib. Hələ ki əsas mövzuları keçək. Yaxşı, çox sağ olun, çox sağ olun. Buyurun. Daha sonra gəlir baxın, dedik ki, yaradıcı tapşırıqlar vermək. Yaradıcı tapşırıqlar verməkdə, məsəl üçün, müəllim uşaqlara hazır plastik qablar, tullantı kardonlar və yaxud da yapışqan verir. Uşaqlar bunlardan xəyalındakı kosmik gəmi düzəldirlər. Məsəl üçün, mən uşağa kardon verirəm, uşaq xəyalındakı gəmi düzəldir. Artıq burada mən uşağa yaradıcı tapşırıq verdim. Mən uşağa yaradıcı tapşırıq verdimsə, bu uşaq önümlülük prinsipidir. Aydındır? Daha sonra müxtəlifliyi nəzərə almaq. Müxtəlifliyi nəzərə almaq düzdür. Burada bəzi mənalarda var. Müxtəlifliyi nəzərə almaq. Bunu mən sizə deyim. Müxtəlifliyi nəzərə almaq ümumi olaraq baxın, uşağın götürmə qabiliyyəti baxımından nəzərə alırsa, biri zəifdir, biri güclüdür. Birinin hafizəsi zəifdir, birinin hafizəsi güclüdür. Birinin diqqəti yaxşıdır, birinin diqqəti zəifdir. Bu baxımdan nəzərə almaq uşaq yönümlülük prinsipidir. Uşaq yönümlülük prinsipi. Amma ümumi olaraq uşaqların din baxımından, sonra nə bilim mənşə baxımından, dil baxımından, mədəniyyət baxımından müxtəlifliyin nəzərə alınırsa, bu olacaq artıq belə deyək. Dünyəvilik. Bəli, dünyəvilik prinsipi. Dərslə bağlı həftədə neçə dəfə keçir, vaxtımız olanda keçirir. Konkret tarixi yoxdur. Yəni vaxtımız olanda qrupa məlumat veririk bu ilə bağlı. Daha sonra iş usulu, iş formasını nəzərə almaq. Siz sağ olun Zülfiyə müəllimə. İş usulu, iş formasını nəzərə almaq. Bu nə deməkdir? Bu o deməkdir ki, bayaq dediyimiz kimi, əgər tərbiyəçi müəllim uşaqlara iş usulu, iş formasını nəzərə alırsa, məsələn, Nərmin müəllimə bilir ki, qrupda bəzi uşaqlar təklikdə fərdi oynamağı sevir. Yəni, özünə qapanıqdır. Belə deyək də, Gardner'in fərd daxili intelektinə malikdir. Bəziləri isə qrupla işləməyi sevir. Nərmin müəllimə tapşırığı verərkən tək işləməyi sevənə tək fərdi tapşırıq verir. Qrupla işləməyi sevənə isə qrup tapşırığı verir. Artıq burada və yaxud da tapşırıq verərkən həm qruplarla iş verir. Məsəl üçün, uşaqlar qruplarla işi yerinə yetirir. Həm də həmin dərsdə fərdi iş olur. Yəni, burada nə etdi müəllim? Müəllim burada ümumi olaraq, belə deyək, uşaqların hafizəsinə, yaddaşına, xarakterinə görə uşaqları qruplara böldü. Məsəl üçün, bu uşaq əməkdaşlığı sevən uşaqdır. Mən buna qruplarla iş verim. Bu uşaq utancaq uşaqdır, özünə qapanıq uşaqdır. Mən buna qruplarla işə cəlb eləyim, amma hələ ki qruplarla işə cəlb edənə qədər, yəni 10 dəqiqə məsəl üçün qruplarla işə cəlb edirəmsə, bir 10 dəqiqədə mən bunu fərdi işə cəlb edeyim ki, bu uşaq inkişaf eləsin. Çünki utancaq uşaqdır axı, hələ o qədər də inkişaf yoxdur bunda. Deməli, burada artıq uşaq önümlüydür. Yəni, mən uşağın xarakterini nəzərə alıramsa, fərdi işdən, deməli, qruplarla, kollektiv və s. işdən istifadə edirəmsə, bu uşaq yönümlüydür. Amma bayaq dediyim kimi, əgər dövrün tələbinə uyğun olaraq istifadə edirəmsə, bu tələb yönümlüydür. Daha sonra sərbəstlik vermək, seçim vermək. Əgər sərbəstlik vermək, seçim vermək varsa, məsəl üçün, sərbəst fəaliyyət saatında müəllim uşaqlara deyir ki, uşaqlar, masanın üstündə həm plastilin var, həm rəngli boyalar, həm də nağıl kitabları var.
Kim hansı mərkəzdə fəaliyyət göstərmək istəyirsə, özü seçsin. Artıq burada uşaqlar özü sərbəst formada seçir. Bu olur artıq bizim hansı prinsipimiz? Uşaq yönümlülüyü prinsipimiz. Aydın oldu? Bəli, müəllim, aydın oldu. Yaxşı. Uşaq yönümlülüyün açar sözləri nə oldu? Kimin yadında qaldı? Seçim vermək oldu, iş üsulu, iş formasını seçmək oldu. Onların potensial imkanları nəzərə almaq oldu. Bəli. Əyani vəsaitlərdən istifadə oldu. Ekran görünür. İndi görünəcək bir dəqiqə. Aha. Baxın. Dedi uşağın maraqlarını nəzərə almaq. Görürsünüz uşağın burada maraqları. Hər bir insanın maraqları müxtəlifdir. Müxtəlifliyi nəzərə alır, maraqları nəzərə alır. Daha sonra oyunlarla dərs keçmək varsa, bu olur hansı prinsipimiz? Belə deyək, uşaq yönümlülük prinsipimiz. Daha sonra uşağın səviyyəsini nəzərə alırsa, zəif tərəfin, güclü tərəfin, uşağın potensialını nəzərə alırsa, illüstrasiya ilə dərs keçirsə, bu olacaq artıq hansı prinsipimiz? Uşaq yönümlülük. Məsəl üçün, burada fikir verin, fərqli xarakter, uşaqların xarakteri fərqli olduğu üçün, baxın, həm qrup işi ilə istifadə etdi, həm də fərdi işdən. Şəkilə baxın, görürsünüzsə, yəqin ki, görürsünüz. Bu hansı iş, hansı didaktik prinsip olacaq? Uşaq yönümlülükdə müəllim, yəni onlar iş forması, iş üsullarını seçir. Bəli. Deməli, xarakterinə görə həm fərdi işdən, həm də qrup işindən istifadə etdi. Sonra, baxın, tərbiyəçi müəllim uşaqlara sərbəst işlər qoyub, birinə kitab qoyub, birinə belə deyək, plastilin qoyur. Bura, baxın, biri gizlambaç oynayır, biri və s. Uşaqlara deyir, kim harada istəyirsə, orada sərbəst fəaliyyət göstərə bilər. Baxın, qızın biri deyir ki, mən nağıl oxuyacam. Görürsünüz, fikir verin. Sonra, burada oğlan deyir ki, mən plastilindən oynayacam. Artıq burada oynayır. Baxın. Sonra, burada görürsünüz, bəzi uşaqlar gizlambaç oynayır. Bəzi uşaqlar burada oynayır. Artıq burada söhbət nədən gedir? Fikir verin şəkilə. Uşaq yönümlülükdən. Deməli, biz uşağın nəyin nəzərə aldıq? Uşağa nə verdik? Onlar sərbəst seçim seçim. verdik də onlara. Bəli. Artıq seçim verdiksə, bu hansı prinsipdir? Uşaq yönümlülük. Uşaq yönümlülük. Sonra yaşını nəzərə alırıq. Baxın, uşağın 3 yaşı var deyə biz ona puzzleları, böyük puzzle veririk. Böyük puzzlelar veririk, 3-4 hissədən ibarət ki, uşaqlar bunu yerinə yetirə bilsin. Amma böyük uşaq olsaydı, biz ona məsəl üçün 50 hissədən ibarət puzzle verərdik. Bu uşaq balaca olduğu üçün biz ona belə deyək, 4 hissəli puzzle verdik ki, uşaqlar bu puzzleları nə etsinlər? Qura bilsinlər. Deməli, uşağın yaşını nəzərə alaraq tapşırıq veririksə, hansı prinsipdir? Uşaq yönümlülükdür. Ayətdə mən bir sual vermək olar sizə. Buyurun. Bu yaş məsələsində bəzən varislik prinsipində də qarışdırırlar müəllimlər. Orada da yaş məsələsi Baxın, var yaş deyə. məsələsi proqramla bağlıdırsa, proqram. Məsəl üçün, tərbiyəçi müəllim kiçik qrupa dərs keçirsə, böyük qrupun mövzusunu ora salırsa, bu varislikdir. Amma yaşın nəzərə almaq söhbəti varsa, burada necə baxmaq, tapşırıq mənasında. Məsələn, mən uşağın yaşını nəzərə alaraq tapşırıq verirəmsə, bu artıq olacaq uşaq yönümlülük prinsipi. Ayətdir müəllim. Bəli. Zəhmət olmasa bir sual da mən verim də. Əgər müəllim yuxarı potensiallı uşağa aşağı səviyyəli tapşırıqlar verərsə, burada hansı prinsip pozulur? İnkişaf yönümlülük? Diferensiallaşma, fərdiləşdirmədir bu. Baxın, uşağın potensialı yüksəkdir, biz ona zəif tapşırıq veririksə, didaktik prinsip olaraq inkişaf yönümlülükdür. Niyə görə? Çünki həmin uşaq inkişafdan qalacaq. Aydındır. Məsəl üçün, belə bir testlərdə yəqin ki, qarşılaşdığınız suallar olur. Deyir ki, tərbiyəçi müəllim A hərfini bilən uşağa artıq A hərfi ilə bağlı tapşırıq vermir. Hansı prinsipi pozur?
onda bu uşaq yönümlü idi. Niyə görə? Çünki A hərfini o bilir. Amma biz yenə də bilir deyə biz ona belə deyək də həmin məsələ ilə bağlı tapşırıq vermirsə, nəticədə uşağın yadından çıxacaq, inkişafdan qalacaq. Baya düşdünüz? Ona görə inkişaf yönümlü idi. Çox sağ olun. Buyurun. Daha sonra diaqnostik qiymətləndirmə görürsünüz. Hansı prinsipdir? Uşaq yönümlü. Uşaq yönümlülükdür. Sonra, məsələn, istedadlı uşağı olduğu üçün səhiyyə, burada müəllim digər uşaqlardan fərqli olaraq ona mənzərə şəkli verib, deyir, bunun rəsmini çək. Artıq burada uşaq yönümlüydür. Sonra, müəllim səhiyyə öz xəyal dünyasındakı mənzərəni sərbəst çəkməyə tapşırdı, bayaq dediyimiz kimi. Sonra, yaradıcı tapşırıqlar veribsə, baxın, uşaq burada ikinci şəklə, dördüncü şəklə baxsınız, görərsiniz. Uşağa qutudan, belə deyək də, kosmik gəmi düzəldib uşaq. Kosmik gəmi düzəldibsə, yaradıcı tapşırıq veribsə, bu hansı prinsipdir? Uşaq yönümlülük. Daha sonra burada fikir verin, əyani vəsaitlə dərs keçmək. Əgər müəllim əyani vəsaitlə dərs keçirsə, təbii ki, yenə də baxın mətnin konteksinə. Dövrün tələbinə uyğun olaraq sözü varsa, bu tələb yönümlüydür. Yox, ümumi uşağın marağına əsasən əyani vəsaitlə dərs keçirsə, bu artıq uşaq yönümlüydür. Aydındır? Əgər testdə müəllim dərsi sırf uşağın xeyrinə, onun yaşına, onun marağına, onun istedadına, onun seçiminə uyğun qurursa, birmənalı olaraq bu hansı prinsipdir? Uşaq yönümlüdür. Aydın oldu. Bəli, müəllim. Daha sonra inkişaf yönümlülüyü prinsipinə baxaq. İnkişaf yönümlülüyü prinsipi də, baxın, ümumi olaraq uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirməsi yolu ilə onların bilik bacarıq vərdişlərinin inkişafının təmin olunmasıdır. Qısa olaraq, açar söz qiymətləndirmə, nailiyyətin təhlili, bir də idraki fəallıqdır burada da. Qiymətləndirmə, formativ, summativ, ümumi qiymətləndirmə aparmaq, nailiyyətin təhlili, bir də idraki inkişaf. Baxın. Qiymətləndirmə aparmaq, bu da biz bilirik ki, məsələn, müəllimin formativ qiymətləndirmə aparması, summativ qiymətləndirmə aparması, bu olacaq inkişaf yönümlülüyü prinsipi. Məsəl üçün, deyir ki, Günel müəllimə uşaqların rəsm məşğələsində qaysıda necə istifadə etdiyini müşahidə edir və bunu inkişafın izlənilməsinə, müşahidə vərəqinə yazır və uşağın inkişafın izlənilməsi cədvəlinə qeyd edir ki, balaca Ayxan kağız kəsərək hələ də çətinlik çəkir. Orada qismən yerinə yetirir. Yəqin ki, siz bundan istifadə edirsiniz. Qismən yerinə yetirir. Bəli, müəllim. O dairəni deyir ki, belə deyir, qismən yerinə yetirir, işarə edir. Artıq burada söhbət nədən getdi? Qiymətləndirmədən getdi, elə deyir. Deməli, söhbət qiymətləndirmədən getdisə, inkişafın izlənilməsi, formativ qiymətləndirmə və yaxud da inkişafın yekun hesabatdan getdisə, ümumi. Bu olacaq hansı prinsip? İnkişaf Bu inkişaf. Və yaxud da dərsin sonunda bütün uşaqları qiymətləndirdi. Bu artıq inkişaf yönümlüydür. Daha sonra gəlir burada baxın, nailiyyətin təhlili. Nailiyyətin təhlili bundan ibarətdir ki, tərbiyəçi dərsin sonunda və yaxud hər hansı bir işin sonunda uşağın güclü və zəif tərəflərini müəyyən edir və qeyd edir. Yəni, tərbiyəçi Arzu müəllimə ayın sonunda uşaqların çəkdiyi rəsmləri və əl işlərini qarşısına qoyub təhlil edir. Görür ki, uşaqlar üçbucağı çəkməkdə çəkinlik çəkir. Müəllim bu təhlildən nəticə çıxarır ki, gələn həftənin planına üçbucağı təkrar salın. Artıq burada nə etdi? Uşağın nailiyyətini təhlil etdi. Gördü ki, bunu bilmir, bunu bilir. Tərbiyəçi müəllim artıq mənfi və müsbət tərəfin müəyyən etdi. Nailiyyəti təhlil etdisə, bu hansı prinsipdir? İnkişaf yönümlüdür. Uşağın inkişafını izləyirdim. Bəli. Deməli, qiymətləndirmə aparmaq, formativ, summativ, ümumi qiymətləndirmə, nailiyyətin təhlili, bu hansı prinsip olacaq? İnkişaf yönümlülük. Aha. Daha sonra burada idraki inkişaf məsələsi var. Baxın. İdraki bacarıqla bu əlaqədardır. Leyla müəllim uşaqlara nağıl danışarkən qəfildən dayanır və soruşur. Uşaqlar, siz də tülkü bu vəziyyətdən çıxmaq üçün hansı hiyləni fikirləşib tapacaq?
Bu sual uşaqlarda fəallıq yaradır, düşünməyə, beyin fırtınası etməyə başlayır. Uşaqlar bunu tapır, uşaqların artıq beyni inkişaf eləyir. Burada söhbət idraki fəallıqdır. Uşaqların beyni idraka gəldi. Motivasiya mərhələsindən sonra mən dərk etmədə suallar verirəm. Uşaqlar başlayırlar idraki fəallıq. Bu inkişaf yönümlüdür. Amma uşağa ümumi sual verirəmsə, uşaq cavabını tapırsa, bu idraki bacarıqdır. Aydındır? Ona görə də baxın, idraki bacarıq şəxsiyyət yönümlüdür. İdraki fəallıq varsa, bu inkişaf yönümlüdür. Bunlar bir-birinə oxşayırlar. Amma bu ilə bağlı belə deyək də, testlərdə elə bir suallar olmur. Qarışıq suallar olmur. Deməli, idraki fəallıq varsa, daha doğrusu idraki inkişaf varsa, qiymətləndirmə varsa, nailiyyətin təhlili varsa, biz hansı prinsip götürürük? İnkişaf yönümlü. Aha. Burada şəkildə fikir verin. Günel müəllimə uşağın bacarığını yoxlayır və qeydiyyatını aparır. Bu hansı prinsipdir? İnkişafdır da müəllim. Müşahidə vərəqinə qeyd Bəli, edilir. portfolyoya qeyd edir. Bəli. Sonra ikincidə görürsünüz beyin fırtınası. Uşaqlara düşündürücü suallar verir. Uşaqların idraki fəallığa gəlir. Bu inkişaf yönümlüdür. Sonra üçüncüdə müəllim nə edir? Uşaqların dəftər tutub, hər bir uşağın baxın nəticəsini ora yazır və təhlil aparır ki, görən uşaq nəyi bilir, nəyi bilmir. Burada nədir söhbət? İnkişaf yönümlülük. Yəni ümumi olaraq testdə əgər müəllim uşağı izləyirsə, onun zəif tərəfini tapmaq üçün analiz edirsə, uşağı düşündürərək onu irəli aparırsa, birmənalı olaraq hansı prinsipdir? İnkişaf yönümlülük prinsipi. Daha sonra baxın. Bunlar da qısa-qısa deyəcəm. Məktəbəqədər təhsildə baxın, tələb yönümlülük nədir? Tələb yönümlülük də ümumi inkişafla bağlı təhsil proqramı məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması. Deməli, burada da qısa olaraq İKT ilə dərs keçmək, yəni informasiya kommunikasiya texnologiyası dərs keçmək, müasir standartlara cavab vermək, dövrün tələblərini nəzərə almaq varsa, dövrlə ayaqlaşmaq varsa, bu hansı prinsipdir? Tələb yönümlülük. Tələb yönümlülükdür. Məsəl üçün, İKT ilə dərs keçmək deyəndə deyir ki, Sevinc müəllimə uşaqlara vəhşi heyvanların səsini sadəcə təqlid edərək yox, otaqdakı proyektor vasitəsilə meşə mühitini canlandırır. Baxın, şəkildə görürsünüz, ikinci şəkildə. Burada müəllim nə edir? Ayını nədə göstərir? Elektron lövhədə və yaxud da proyektorla göstərir. Fikir verin. Deməli, texnologiyadan istifadə edərək göstərdisə, hansı prinsip olacaq? Tələb yönümlüdür. Tələb yönümlülük. Dövrün tələbinə uyğun. Bəli. Daha sonra müasir standartlara cavab vermək. Əgər deyir bağça müəllimə, Elnura müəllimə uşaqlara şeiri kör-köranə əzbərlətmir, köhnə üsulundan. Müasir standartlara uyğun olaraq şeirdəki misraları hərəkətlərlə, ritmlə uşaqların öz yaradıcılığı qataraq öyrədir. Deməli, burada müasirlik var. Baxın, köhnə üsulla öyrətmir, yəni ənənəvi ilə, kurikulla öyrətdi. Deməli, hansı prinsip olacaq? Tələb yönümlüdür. Çünki dövrün Tələb. tələbinə uyğun yerinə Bəli. yetirir. Dövrün tələbini nəzərə almaq. Yəni, müasir dövrdə uşaqların medianı, interneti çox erkən yaşdan istifadə etdiyini görən müəllim, dərslərin də uşaqlara planşetdən faydalı məqsədlər üçün necə təhlükəsiz istifadə etməyin öyrədir. Yəni, burada da fikir verin, rəqəmsal təqdimat oyunu. Məsəl üçün, planşetlə uşaqlara oyun qurur, uşaqlar oyun oynayır. Evdə də valideynlə görürsünüz, uşaq başlayır nə edir? Təhlükəsiz şəkildə oyun oynayırlar. Baxın, planşetdən istifadə edirlər. Deməli, planşetdən istifadə qaydalarını öyrətdisə, burada söhbət nədən getdi? Dövrün tələbindən. Və yaxud da dövrlə ayaqlaşmaq. Bu nədir? Məsələn, deyir, Nigar müəllimə uzun illərdir bağçada işləməyinə baxmayaraq, öz üzərində çalışır, müasir məktəbəqədər təhsil tətbiqlərini, müasir metodları, yanaşmaları, nəzəriyyələri öyrənir və uşaqlarla bir yerdə uşaqlara bu ilə bağlı təqdimat hazırlayır. Artıq burada nə etdi Nigar müəllimə? Nigar müəllimə artıq müasir nəzəriyyələri, müasir bağça modelini öyrəndi və tətbiq etdi. Müasir texnikaları öyrənmək varsa, müasir belə deyək də
modelləri öyrənmək varsa, məsələn, sendviç texnikası, məsəl üçün belə deyək, Montessori modeli, nə bilim, belə deyək, Waldorf modelini öyrənib tətbiq eləyirəm, Singapur modelini öyrənib tətbiq eləyirəm və yaxud da gedirəm regionalda təlimə, həmin o təlimdə öyrəndiklərimi gətirirəm, baxsada tətbiq eləyirəm. Artıq burada hansı prinsipdir? Tələb. Tələb Tələb yönümlü. aydın oldu. Bəli, müəllim. Bizə aydın oldu, valideynlərə aydın olmur. Mən 2-3 il bundan əvvəl planşetlə uşaqlara nağılları, şeirləri, idman hərəkətlərini göstərəndə valideynlər məni işdən çıxartdırırdı. Çox sağ olun ki, müəllim, elə siz bunu təkrar qeyd elədiniz. Buyurun. Buyurun. Deməli, əgər situasiyada müəllim texnologiyadan istifadə edirsə, müəllim texnologiyalardan, üsullarla dərs keçirsə və dövrün, zamanın uşaqdan tələb etdiyini bacarırsa, bir məna olaraq bu tələb yönümlüdür. Yəni, situasiyada texnologiyadan istifadə etmək, zamanın tələbi, dövrün tələbinə uyğun addımlar atmaq, bu olacaq artıq hansı prinsip? Tələb yönümlülük. Aydındır? Oldu. Burada bəzi şeylər səhv düşüb. Nəticə yönümlülüyü ilə aşağıda icmal var, məqsəd var, nəticə var. Yəni buna fikir vermiyorum. Bu səhv düşüb. İndi gördüm. Bəli, onlar nəticə yönümlülükə aiddir. Bəli, nəsə səhv düşüb bura. Aşağı. Deməli burada var. Baxın görürsünüz planşet, elektron lövhə, audio, video material, 21-ci əsrin tələbləri, yeniliklər, müasirlik, dəyişən ehtiyaclar. Yəni bütün bunlar olacaq tələb yönümlülük prinsipi. Daha sonra varislik prinsipi nədir? Varislik prinsipi də təhsil proqramlarının mahiyyət etibarla bir-birinin tamamlamasıdır. Yəni burada biz əgər kiçik qrupa dərs götürürsə ona uyğun addım atmalıyıq. Böyük qrupa dərs götürürsə böyük qrupa uyğun addım atmalıyıq. Məsəl üçün bizə deyir ki, burada yaşlar arasında mövzunu düzgün test etmək nədir? Yəni tərbiyəçi Samirə müəllimi orta qrupda uşaqlar ev heyvanları mövzusunu keçirsə, uşaqlar keçən il kiçik qrupda bu heyvanların adlarını artıq öyrənibsə, biz ona artıq burada fərqləndirmə ilə bağlı tapşırıq veririk. Yəni nə edirik? Yaşın nəzərə alırıq. Məsələn, kiçik qrupdan birbaşa olaraq böyük qrupa keçmirik. Aydındır? Sadədən mürəkkəb. Bəli. Daha sonra sadə mürəkkəbə dərs keçmək. Riyazi təfəkkür məşğələsində müəllim uşaqlara birdən-birə toplama əməllərini keçmir. Birinci mərhələli şəkildə saymağı, sadə saymağı, daha sonra rəqəmləri tanımağı, daha sonra isə sonda toplamağını keçir. Artıq burada, məsələn, birinci uşaq rəngləri adlandırmağı keçirik, daha sonra fərqləndirməyi, daha sonra isə rənglərdən istifadə etməyə keçirik. Yəni, mərhələ-mərhələ keçirik. Sadə mürəkkəbə. Birdən-birə biz uşaqlara rənglərdən istifadə qaydasını keçmirik. Yəni, belə deyək də, level. Başa düşdünüz? Birinci sadə, sonra mürəkkəb, level. O, iqralı var ya, level 1, level 2, yəni sadə mürəkkəb. Yəni, sadə mürəkkəbə çətinləşir. Aydındır? Bu varislik prinsipidir. Deməli, əgər müəllim kiçik qrupa dərs keçirsə və uşaqlara yalnız kiçik qrupa uyğun olaraq məsəl üçün heyvanları adlandırmaqla bağlı mövzu keçirsə, hansı prinsipdir? Varislik prinsipi. Varislik. Bəs yaxud kiçik qrupa belə deyək, heyvanları fərqləndirməklə bağlı keçirsə, böyük qrupun mövzusunu gətirib keçirsə, hansı prinsipdir? Pozulur. Varislik prinsipi pozulur. Varislik pozulur. Mürəkkəbdən sadə. Bəli. Mürəkkəbdən sadəyə olmaq, sadədən Varislik mürəkkəb də olur ki, olmaq. müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Biz uşaqlara yaş qrupuna uyğun olaraq mövzu keçiririk. Əgər biz uşaqların yaş qrupuna uyğun olaraq mövzu keçiriksə, bu olur varislik prinsipi. Əgər tərbiyəçi Samirə müəllimə fikir verin, birinci heyvanları adlandırırla bağlı 3 yaşda keçirdi. Artıq 4 yaşda heyvanların faydaları ilə bağlı məlumat verir uşağa. Birinci olaraq heyvanların faydaları ilə bağlı, sonra heyvanların adlandırma ilə bağlı keçsə, bu nə olacaq? Nə baş verəcək burada? Varislik pozulacaq. Və yaxud da baxın, uşaq fəsil anlayışını bilməmiş, biz ona payız fəsli haqqında məlumat veririksə, artıq biz nəyi pozuruq?
Varisliyi pozmuş Varisliyi. oluruq. Çünki uşaq fəsil nədir bilməlidir ki, daha sonra keçməlidir ona. Məsələn, meyvə nədir bilmir, biz ona artıq burada nar barədə danışırıq. Bu düzgün olar sizcə? Xeyr, müəllim. Xeyr. Aydındır. Bəli. Deməli, varislikdə də müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Yəni, burada da ümumi olaraq varislik prinsipi deyəndə də yaşlar arasında mövzunu düzgün keçid etmək, saatdən mürəkkəbə dərs keçmək, yaş səviyyəsinin mövzu ilə eynilik təşkil etməsi. Yəni, bizim keçdiyimiz mövzu ilə yaş eyni olmalıdır. Daha sonra, inteqrativlik prinsipində də təhsilin məzmununun komplekslə əlaqələndirilməsidir. Birbaşa olaraq, yəni burada əlaqələndirmədən söhbət gedir. Həyatla əlaqələndirmə var. Sonra oyun və rolu canlandırma var. Mövzunu əlaqələndirməsi. Məsəl üçün, müəllim burada, belə deyək də, payızla bağlı mövzu keçir. Uşaqlar burada rəngləri həm rəngləyirlər, həm də sayırlar. Deməli, payızla bağlı mövzu idraki inkişafdır, rəngləmək estetikdir, saymaq idrakdır. Deməli, burada inteqrasiya olundu. Yəni, inkişaf sahələri arasında əlaqə baş verdi. Əlaqə baş verdisə, bu olacaq hansı prinsip? İnteqrativlik prinsipi. Sonra yol hərəkəti qaydaları mən sinifdə keçirəm, sonra uşaqlarla artıq bunu səhnələşdirirəm. Burada söhbət nədən getdi? İnteqrasiyadan getdi. Və yaxud da bağçada təmizlik haqqında danışıram, daha sonra uşaq gedir evdə bunu tətbiq edir. Artıq həyatla əlaqələndirdi. Yəni, burada inteqrasiya elədi. İnteqrasiya varsa, bu da inteqrativlik prinsipidir. Qısa olaraq deyirəm, çünki vaxtımız az qalıb. 2-5 dəqiqə vaxtımız qalıb. Daha sonra Azərbaycançılıq prinsipidir. Azərbaycançılıq prinsipində də vətənpərvərlik ilə bağlı məsələlərdir. Fəal vətəndaş mövqeyi, dövlətçilik, dövlət atributlarına hörmət etmək, Azərbaycançılıq, türkçülük. Məsəl üçün, burada da vətənə sevgi, məsələn, uşaq fikir verin, burada görürsünüz. Zibil görəndə onu tez götürüb zibil qabına atır və deyir ki, bizim vətənimizi seviriksə, onun təbiətini, bağçamızın həyətini həmişə təmiz saxlamalıyıq. Və yaxud da burada gerb görəndə, himn görəndə ayağa qalxır, himni oxuyur, fikir verin. Görürsünüz, uşaqlar hamısı əlin qoyub ürəyinə başlayırlar oxumağa burada. Fikir verin. Bayraq görəndə məsələn öpürlər və s. Daha sonra türkçülük, Azərbaycançılıq, burada da Novruz adət-ənənələri, baxın, Azərbaycanın milli adət-ənənələridir, atributlarıdır, türk mədəniyyətidir, məsələn yallı, nə bilim, Azərbaycanın milli nağılları, daha sonra Novruz adətləri, sonra məsələn xalçalar, yəni bunlar millilik var da burada, milli ruh. Bir də dövlətçilik, yəni ki, burada artıq şəhidlərimizi tanıyırlar, qəhrəmanlarımızı tanıyırlar, dövlətin gücünü bilirlər və s. Əgər bunlar varsa, bu olacaq hansı prinsip? Azərbaycançılıq. Aydın oldu. Deməli, əgər situasiyada bayraq, himn, vətən, qəhrəmanlıq, Novruz, milli adət-ənənələr, ana dili vurğulanırsa, cavabımız mütləq Azərbaycançılıq prinsipidir. Daha sonra sonuncu olaraq dünyəvilik prinsipidir ki, burada da dünyəvilik də dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama. Yəni biz işimizi dinə qatmırıq. Biz burada baxın, ümumi olaraq dini təbliğata yol vermirik, dini ayinlərdən uzaq dururuq baxsa da, din dövlətin ayrıdır, hamıya bərabər yanaşırıq, ayrı seçkilik qoymuruq heç kimə. Dünyəvi rəsmi bayramları qeyd edirik, dini bayramları qeyd etmək olmaz. Burada məsələn yeni ildir, 8 martdır, yəni Novruz bayramıdır, baxın, bunları qeyd etmək olar. Amma dini bayramları qeyd etmək düzgün deyil. Sonra burada baxın, biz izah verərkən elmi izahlara veririk. Dini izahlarla, rituallarla izah vermirik. Məsəl üçün, tutaq ki, yağışın yağmasın, artıq biz elmi izahlarla izah veririk. Dini izahla vermirik. Aydındır. Bir də dini təbliğə yol vermirik. Məsəl üçün, hər bir uşağın özünün inancı var. Biz buna hörmət edirik və dini təbliğə yol vermirik. Bu ilə bağlı.
Deməli dedik ki, dini ayrı seçkilərə yol vermirik, dini bayramları keçirmirik, hər şeyi dini izahla vermirik, elmi izahla veririk bir şeyi, dini təbliğə yol vermirik. Bunlar varsa, bu da hansı prinsip oldu? Dünyəvilik. Dünyəvilik. Deməli, əgər situasiyada müəllim uşaqlara təbiət hadisələrini, mənəviyyatı izah edirsə, dindən qaçırsa, dini təbliğ qadağandırsa, din dövlətdən ayrıdırsa, dünyəvi təhsil vurğulanırsa, cavabımız hansı prinsipdir? Dünyəvilik prinsipi. Nə oldu? Yaxşı. Bu dərsimiz bura qədər. Gələn dəfə test yazarıq və yaxud da